vətəndaşmışıq. 5 gündəlik yataq. Mənim sonra bir bacımla, anamla, anam 2010-da rəhmətə gedirdi. Bacım sonra öz evladını, uşaqlarına bir yerdə buradayıq. İndi bizə ev vermirlər. Mənim oğlum böyüyüb, indi ailə qurub. İndi ailəsinə deyir bir belə uşaq. Bax, qucağındakı uşaq da mənim oğlumun uşağıdır. Deyir ki, bir belə ailə burada sıxışa bilmərsiniz. Mən də müəlliməyəm. Onu heç yerdə də mən kirə tutub qala bilmərəm. İndi bu prezidentimizi sağ olsun. Dövlət ev tikdirib ki, bunu verək qaçqınlara. Ancaq vermirlər. Sizi buradan çıxardacaqlar. Bəli. Sizi buradan çıxardacaqlar, yoxsa deyirlər burada qalmırlar. Yox, çıxardı. Deyir 3 gün müddətində çıxmalısınız. Amma heç bir də yer vermir ki, biz çıxaq. Neyəcəksiniz? Nə bir şeyə baxın. Mən özüm 3 dənə uşağım deyilirdi. Ancaq elə vallahi ham istəyir ki, özünə qəsd eləsin burada. Çünki bizim indiyə qədər gözlədiyimiz buydu ki, prezidentimiz ev verib keçməliyik. Sizə bu tələb olunubdur. Bəli. Nədir o? Onlar nədir? Uşağımın bir əlində kirişkası, o bir uşağım əlində. Özüm birinci qıpbəli, qaşqın məskən. Baxmır, heç məni qayıqlığına salmadı. Heç gəlib özüm uşağım, Akkara qırmızı qara gələn xəstəliyim, uşağım